Heç düşündünüzmü ki, bəlkə də biz minilliklərdir, eyni cür düşünməyə proqramlaşdırılmışıq. Bugünkü təhlilimizdə biz bəşəriyyətin zehnini sanki zəncirləyən və yeni biliklərin qarşısını alan bir növ virus araşdıracağıq, yəni kopyalanmış beyinləri. Görəsən bu sadəcə bir metaforadır, yoxsa üzləşməli olduğumuz acı bir həqiqət? Gəlin, birlikdə dərinə enək. Bu sual əslində adamı bir anlıq dayandırıb düşündürür, elə deyilmi? Əgər beyinlərimiz həqiqətən də bir-birinin kopyasıdırsa, onda fərdi düşüncə, yaradıcılıq, həqiqi irəliləyiş ümumiyyətlə mümkündürmü? Mənbə iddia edir ki, cavab bizim təsəvvür etdiyimizdən qat-qat mürəkkəbdir. Yəni, söhbət nədən gedir? Baxın, kopyalanmış beyinlər anlayışı əslində fərdi düşüncənin yoxluğunu ifadə edir. Bu, yeni fikirlərə, yeni elmlərə qarşı duran bir zehni durğunluq vəziyyətidir. Elə bil ki, bütün bəşəriyyət eyni köhnə proqramla işləyir və hər hansı bir yenilənməyə, hər hansı bir update-ə şiddətlə müqavimət göstərir. Yaxşı, bəs bu kopyalanmış düşüncə tərzinin səbəbi nədir? Necə olub ki, bu vəziyyətə gəlib çıxmışıq? Mənbə bunun kökünü tək bir anlayışda görür və bu, insan şuurunun ən zəif nöqtəsi kimi təqdim edilir. Və budur, problemin əsl kökü, aid etmək. Dərin kök salmış bir vərdiş. Bu, hər şeyi bildiyimiz çərçivələrə salmaq, hər yeni məlumatı mütləq köhnəsi ilə müqayisə etmək üçün bizim dayanılmaz istəyimizdir. Mənbəyə görə bu təkamülün bir hissəsi deyil, əksinə idrakımızı məhdudlaşdıran fundamental bir qüsurdur. Bu vərdiş, demək olar, gündəlik həyatımızın hər anına təsir edir. Biz özümüzü başqalarına aid edirik, onlarla müqayisə edirik və nəticədə fərdiliyimizi itiririk. Hətta təbiətin özünü belə mövcud qəliblərimizə sığdırmağa çalışırıq. Məsələn, günəşin öz işığını aya aid etməklə, yəni hər şeyi bir-birinə bağlamaqla, əslində hər şeyin özünə məxsus mahiyyətini gözdən qaçırırıq. Mənbədəki bu sitat, vallah bu məyuslu o qədər kəskin ifadə edir ki, bu sadəcə bir vərdiş deyil. Bu artıq yeni və fərqli olan hər şeyi köhnə, o kopyalanmış düşüncələrlə alçaltmaq üçün bir mexanizmə çevrilib. Sanki bir yenilik qorxusu var, öz rahatlıq zonamızdan çıxmaq istəmirik. Elə bu istəksizlik də həmin vərdişin əsas hərəkətverici qüvvəsidir. Yaxşı, aydındır. Bəs bütün bu aid etmə vərdişinin, bu düşüncə tərzinin konkret nəticəsi nədir? Gəlin indi görək bu, cəmiyyətin yeni biliklərə olan münasibətini necə formalaşdırır. Baxın, bu müqayisə vəziyyəti çox aydın göstərir. Cəmiyyət biliyin mənbəyinə, onun məzmunundan daha çox əhəmiyyət verir. Mənbəyə görə bir çobanın və ya hətta bir uşağın dilindən gələn dərin bir həqiqət, sırf o mənbə etibarsız sayıldığı üçün dərhal rədd edilir, alçaldılır. Amma kitabxanalarda toz basmış, min illərdir təkrarlanan eyni biliklər isə heç bir sual verilmədən sorğu-sualsız qəbul edilir. İndi gəlin bu abstrakt anlayışları bir kənara qoyaq və daha konkret bir məsələyə baxaq. Mənbə bizə tarix və ilahiyyatdan çox güclü bir misal gətirir ki, məsələ tam aydın olsun. Gəlin bu prosesi addım-addım izləyək. Deməli, mənbənin iddiasına görə Həzrət Məhəmməd cəmiyyətin gözündə sadə bir çoban olsa da, tamamilə yeni bir ilahi elm gətirdi və insanlara Quran-ı Kərimi bəxş etdi. Amma sonra nə oldu? Bəşəriyyətin o köhmə vərdişi, o aid etmə xəstəliyi yenidən özünü göstərdi. İnsanlar başladılar peyğəmbərləri bir-birinə aid etməyə, onları müqayisə etməyə və beləcə hər birinin unikal mesajını təhrif etdilər. İlahi həqiqəti öz kopyalanmış düşüncələrini uyğunlaşdırdılar. Və düşünməyin ki, bu sadəcə bir hadisədir. Əsla. Mənbənin əsas arqumenti budur ki, bu minilliklərdir davam edən bir prosesdir. Tarixi və dini həqiqətlər bu daimi aid etmə və müqayisə vərdişi ucbatından öz ilkin, saf mənasını itirərək saxtalaşdırılıb. Və beləliklə gəlib çatırıq bütün bu dərin tənqidin sonuna, mənbənin təqdim etdiyi o dramatik və qəti nəticəyə. Bu əslində bir son hökmdür. Mənbənin iddiası çox kəskindir. Əgər bəşəriyyət hər şeyi bir-birinə aid etməkdə, hər şeyə təhrif etməkdə bu qədər israr edərsə, axırda Yaradanın özü bu insanlığı bu dünyaya layiq görməyəcək. Bu, həqiqətdən daimi uzaqlaşmağın və təhrifin qaçılmaz sonu kimi təqdim edilir. Və sonda bu sirli ifadə ilə baş-başa qalırıq. Axırıncı qayıdış, görəsən bu yeni bir başlanğıcın müjdəçisidir, yoxsa böyük bir hesablaşma anının həbərçisi? Mənbə bu sualı bizim üçün cavabsız qoyur. Amma əsl sual budur. Biz bu zehni zəncirləri qıra biləcəyikmi? Yoxsa kopyalanmış beyinlərin dövranı əbədi olaraq davam edəcək?
Bu təhlil burada bitdi, amma əsl düşüncə elə məncə indi başlayır.